Jungle. Ya Allah, bismillah. Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran, sizlərin hər birinizi salamlayıram. Bu günlərim 7 mart 2026-cı ildir. Həftənin 6-cı günüdür və bu o deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Bizim çəkişimiz bir gün öncəyə təsadüf eləyir. Sabahlarımız 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu münasibətlə Azərbaycanın bütün xanımlarını təbrik eləyirəm və bizi qürbətdə izləyən Azərbaycanlı xanımlarımız var. Analarımız, bacılarımız, qızlarımız, gəlinlərimiz var. Hər birini 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Belə deyək, düzdür, qadının günü olmasa da, amma bu artıq belə təqvimdə 8 mart Beynəlxalq Qadınlar Günüdür və bir məsələni də diqqətinizə çatdırım ki, bu günlərim müqəddəs Ramazan bayramının 17-ci günüdür, Ramazan ayının 17-ci günüdür. Allah tutulan orucları, edilən duaları, qılınan namazları qəbula keçirsin inşallah. Süfrələriniz bol ruzlu, bərəkətli olsun. Nəsə, sözüm onda deyil. Bizim, belə deyək, mənim səfərim Göyçay maşın bazarınadır. İnşallah ki, Göyçay maşın bazarının girişindən sizlər üçün çəkiş edəcəm. Amma ilk öncə kəndimizin çıxışına doğru irəliləməliyəm. Oradan bildiyiniz kimi şəxsi avtomobilim yoxdur. Yol maşını ilə, bir taksi ilə Göyçay maşın bazarına doğru hərəkət etməliyəm. İzləmədə qalın. İnşallah maşın bazarının girişindən sizlər üçün çəkişə davam eləyəcəm. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran bir daha sizləri salamlayıram. Göyçay maşın bazarının girişindəyik. Bazarda maşınlarımız var. Həm xarici marka avtomobillər, həm vaz maşınları. Və inşallah ki, ilk öncə sizlər üçün ön tərəfdən çəkiş eləyəcəm. Daha sonra çəkişimizə davam eləyək. Bazarımızın girişi, bu girişdə olan maşınları görürsünüz. Həm maşın almağa gələnlər, həm maşın satmağa gələnlər. Və bu da bazarımızın möhtəşəm girişi. Xatırladaq ki, bazarımız hər həftənin 6-cı günü xidmətinizdədir. Satmaq istədiyiniz maşınları burada sata bilərsiniz. Həmçinin almaq istədiyiniz maşını burada ala bilərsiniz. Burada çeşkalarımız 400, Yeşka, Priora, 07'lər. Burada bir 06 var, artıq alıcıları baxır. Infiniti QX4, 07, 011 və maşınlarımız gəlməkdə gördüyünüz kimi davam eləyir. İnşallah ki, çəkişimizə başlayırıq. Ya Allah, bismillah deyək, çəkişimizə başlayaq. Allah hər kəsin işini avan eləsin, bizlər də onun içində. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında iç çəkəcəyim avtomobil Vaz 21 07. 07-dir də yəqin ki. 07 markalı avtomobildir. Qardaş da yanımızdadır. İnşallah ki, məlumat verəcək. Bir ay yaxınlaş mənə doğru. Üzr göstərməyəcəm ya da mən yaxınlaşım. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli 92. Aha, motoru. Motor 03, karopka 4. 4. Difrində səsi. Səs çox zəif. Çox cüzi bir səsi var. Bir də kosmetik işi var. Yüngül kosmetik. Aha, xadavoy sistemi yaxşı vəziyyətdə. Səzlədir. Qiyməti nə deyisə? 2800. 2800 sonda Deyil, yoxsa? yox, deyirəm. Razılaşma olacaq. Razılaşma olacaq. Telefon nömrə eşidək. 051 336 66 50. 055 051 336 66 50. Adın? Fəxrəddin. Maşına harda baxmaq olar? Göyçay. Göyçay rayonunda. Barterə gedərsən hansısa maşınla? Yoxsa nağd pula ehtiyacın var? Yox, nağd pul. Nağd pula ehtiyacın var. Deməli, Fəxrəddin qardaşdan məlumat aldıq. İli 1992'nin 07'sidir, motor 03'dür, karopka 4'dür. Maşının difrində cüzi səsi var. Belə deyək, bir də yüngül kosmetik şey ehtiyacı var. İstəsiz bu vəziyyətdə idarə edə bilərsiniz. Necə ki, Fəxrəddin qardaş bu vəziyyətdə idarə eləyir. Start qiymət 2800 manat olaraq bazara daxil olub. Təbii ki, real alıcıya maşının yanında indirim olunacaq. Salona baxırıq. Ön sərnişin tərəfdən salon. Baxırıq. Həm arxa sərnişin tərəfdən
normal vəziyyətdə və maşının açarı da məndədir. İnşallah ki yük yerinə nəzər eləyək. Görək yük yerindəki vəziyyətimiz nədir? Baxın, belə vəziyyətdədir yük yerində. Barmağım orada düşdü. Üzrlü sayın. Çəkilişə. Və gəldik sürücü tərəfdən salona. Şit maşın sahibinin üstəyinə uyğun olaraq üzlənib. Açarı taxaq yerinə. Belə və mühərrik yerindəki bu vəziyyətdədir. 03 motordur. Motor yağ yemir, korobka atmır. Belə sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi Fəxrəddin qardaşın qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bunu eləyək. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 06 həvəskarları, özünə zavod 06 alıb sürmək istəyən izləyicilərimiz bu videoya diqqətlə baxsınlar. Sizlər üçün Göyçay maşın bazarında zavod bir dənə Vaz 2106 markalı avtomobilin çəkilişini eləyəcəm. Məlumatları da özüm verəcəm. Deməli maşınımızın ili 88-dir. Motoru 011'dir, korobka 4'dür. Motorda yağ azaltma, yağ yemə yoxdur. Korobkada atmağı yoxdur. Difilində cüzi səsi var. Başqa yəni heç bir problemi yoxdur. Kosmetik şey ehtiyacı yoxdur. Start qiymət 4600 manat. Real alıcıya təbii ki maşının yanında baxdıqdan sonra endirim olunacaq. Maşın sahibinin əlaqə nömrəsini sizlərə qeyd edirəm. 051 663 38 40. Bir daha deyirəm 051 663 38 40. Maşın sahibinin adı Əzizdir. Maşına Göyçayda baxmaq mümkündür. Barter maraqlı deyil. Nağd satışdır. Yenə də qeyd edirəm. Yəni maşına baxdıqdan sonra maşının yanında endirim olunacaq. Salon səliqəlidir. Yük yerinə nəzər salacağıq. Deməli, yük yeri baxın belə vəziyyətdədir. Yağlanıb, belə deyək. Və gəldik sürücü tərəfdən salona. Sürücü tərəfdən də salon ideal vəziyyətdədir. Bura görəsən açıldı mı, yoxsa açılmadı mı? Açıldı, bəli. Motor 011 akkumulatoru yeni, motor yağ yemir. Təkərləri yaxşı vəziyyətdədir. Gördüyünüz kimi belə çəkdim, göstərdim. Məlumatları da qeyd elədim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim 051 663 38 40 nömrəsinə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilər. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarları sizlərə Göyçay maşın bazarında sizlər üçün belə deyək. Alvar rəngində Vaz 2107 markalı avtomobilin çəkilişini eləyəcəm. Maşın sahibi yanımızdadır. Salam aleyküm qardaş, bir daha. Allah bazar yetirsin. Məlumat alar zəhmət olmasa. İli 2007, qiyməti 6000. Qiyməti 6000. Bəli. İnjektor. Bəli, bəli. Motor, korobka, hamısı ideal vəziyyətdə. Difilində səsi falan. 1 qram. 1 qram səsi yoxdur. Qiyməti 6000 son dedin, yoxsa Yox, razılaşma olacaq. Telefon nömrü eşdək. 070 520 0455. 070 520 0455. Adın Elcun. Elcun. İsmaildə qalırsan, İsmaildə baxmaq mümkündür. Salam olsun İsmaillə hasına. Elcun, hansı maşının barterə gedirsən, yoxsa nağd pula ehtiyac var? Nağd pula ehtiyac var. Elcun qardaşdan məlumat aldıq. Bir daha biz başlayaq məlumat verməyə. İli 2007. İnjektor. Motor, korobka, xodovoy sistemi əla vəziyyətdə. Difilində səsi yoxdur. Təkərlər normal. Bir dənə kosmetik yüngül işləri var. Bax, bir burada. Bir də bax, burada bir kosmetik işi var. Başqa heç bir yerdə yəni kosmetik işi yoxdur. Salon səliqəli. Mənə burada bir şey maraqlı gəldi. Ortada bir dənə usliter. Kalonkalar alıp bəs. Kalonkalar çıxır. Çıxır. Magintolası yoxdur. Bir dənə usliteri qalıb ortada. Açar üstündədir, səndədir? Bəli, üstündədir. Üstündədir. Deməli 2007 injekt açacağım özüm. Hə, aç. Bagajı bir dənə. Pult sistemi. O, maşınımın sesi yadımdan çıxıb. Demək. Bildim. Deməli, stəkan yeri baxın, belə vəziyyətdədir. Yük yerim buradan belə qalxsaq, baxın, belə vəziyyətdədir. Və gəldik
sürücü tərəfdən salona. Oturacaqlarda cızıq sökük falan yoxdur. Deməli, bir dənə qaldır olan Elgün. Aha. Motor, injektor motor, akkumulatoru yeni. Deməli, start qiymət 6000 dedi Elgün qardaş. Təbii ki, maşının yanında, maşına baxdıqdan sonra endirimi olunacaq. Sizə də bu maşın maraqlı gələrsə, Elgün qardaşım qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bunu deyirdi. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Sizlər üçün Göyçay maşın bazarında bir dənə 06 çəkib göstərəcəm. 06-ın bir dənə özəlliyi var. Mən həqiqətən birinci dəfədir həyatımda görürəm. Lüku olan 06. Ya, sahibi də yanımdadır. Salam aleyküm qardaş. Bazarı olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir maşın? 89. 89. Ay maşallah. Motoru 03. Karovka 4. Difrində səsi. Yox. Motorda yağ yemək. Yox. Karovkada atmağı yoxdur. Peradok təzə yığılıb. Periodok təzə yığılıb. Aha. Qiyməti Qiyməti 3300. 3300 sondur, yoxsa cüzi endirim olacaq. Yəni o qədər də yox. Ha, bir cüzi 50. Hə, belə. 50 lap 100 də demək olar. Belə bir cüzi endirim mümkündür. Telefon nömrə işdə 051 696 95 95. 051 696 ay maşallah 95 95 adın. Rizvan. Göyçayda baxmaq mümkündür Bəli, Rizvan. bəli. Bart edəcəksən hansısa maşın. Naqla ehtiyac var. Maşınımızın belə üzdən görünüşü mən fikirləşmirdim 89. Sözün açıq deyirdim 93, 95, 96. Maşınımızın ili 89-dur. Motor 03 Karovka 4. Motor yağ yemir. Karovka atmır. Difrində səsi yoxdur. Təkərləri yaxşı vəziyyətdədir. Maşınımızın lüku var. Start qiymət 3300. Cüzi. Çox cüzi endirim olunacaq maşının yanında. Oturacaqlar yaxşı. Qapı üzlükləri, abifkalar belə deyək yığılıb. Baxırıq. Və keçdik bu tərəfə. Hələ o tərəfə keçməmişindən qabaq. Bir dənə burada maşallah bir dənə belə deyək, speedometrimiz də var. Bax belə yük yeri. Və gəldik sürücü tərəfdən salona. Ya Allah, əyləşirik və lük istəyir və mühərrik yerinə Allah qoysa inşallah ki nəzər yetirəcəyik. Görək. Açılmadı, eləmi? Nələ yox. Aha. 03 motor, yağ yemir, akkumulatoru normal. Belə çəkdik, göstərdik. Maşın sahibindən məlumat aldıq. Sizə də bu 06 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, görürsə maşın bazarına motosiklet də gətiriblər satmağa. Hal-hazırda da işlək vəziyyətdədir. Amma gəl bura görüm, bir məlumat alaq. Salam aleyküm, bazar olsun. Məlumat alaq zəhmət olmasa. Mahmud Əqəzə. Aha. 944 sənətlə 944. İli neçənci ildir? 2024. 2024. Belə yəni problemi zadı Heç bir yoxdur. problem yox. Qiyməti nə deyirsən? 1100. Sondur. Bəli. Sonu 1100 manat. Telefon nömrə işlə. 70 Aha. 303 82 78. Adın da Orxan. Orxan. Belə yəni barterdə də getmirsən, mən naqlı ehtiyac var yəqin ki. Mənə Yəni bir maşınla, zadla, nə bilim, Olar. heyvanla, falanla. olar. Düzü nəzərdən olar. Olar, barter mümkün. Deməli, qardaşdan məlumat aldıq. İl 2024-dür. Nama 49 qublu. Problemi zadı yoxdur. Motosiklet sahibinin dediyinə görə problemi zadı yoxdur. Son qiymət 1100 manat. Sizə də maraqlı gəlirsə bu motosiklet. Belə motosikletin sahibi telefon nömrəsi qeyd elədi. O nömrə ilə əlaqə yaradıb bu maşın haqqında, bu motosiklet haqqında ətraflı məlumat ala bilərsiniz.